Beni sen kör koydun dünyada. Her akşam görürdüm seni Semra. rüyada. Ama Hüsniye'ye de okşuyor ha. Sen ise aldattın bizim sevgimizi. Ben seni sevirdim dünyalar kadar. Bizim ilk sevgili yoldu yağışkan. Sen beni aldattın, kör koydun dünyada. Ah! Rüzgarın havası, denizin dalgası, göydeki yıldızlar seni sevirdi, sen ise aldattın bizim sevgimizi. Ben seni sevirdim dünyalar kadar. Bizim ilk sevgili yoldu yanlışlar. Sen beni aldattın, kör koydun dünyada. Kör koydun dünyada. Ben seni sevirdim dünyalar kadar. Bizim ilk sevgili yoldu yağışkar. Sen beni aldattın, kör koydun dünyada. Detektifler! Toyumuz için müğənni danışır. Murat, ne oldu Murat? Murat danışın bize, ne oldu? Ne baş verdi? Əsəbləşdim. Niye? Hüsniyə. Niyə Hüsniyə? Qulaq ası. Son təxminlərinizi eşitmək istəyərdim Murat. Son təxminləriniz. Baxın, finalda bütün maskalar maskasız oxudu. Vizual olaraq maska geymiş olsalar da, təxminlərə əsasən Səmra da çıxıb indi səhnədə R&B, hip-hop tərzində nə isə göstərməli idi, düzdürmü? Amma Səmra çıxıb səhnəyə əgər o Səmradırsa, Hüsniyənin sevdiyi mahnını oxuyur. Yuxu qrupundan, Azərbaycan rock musiqisindən, bizim qaraj illərimizdən. Yəni, what the hell? Save Earth yazırsan, bizi burada darmadağın eləyirsən. Coşkun Bey, Banana. hiç olmasa. Yaxşı olsun banana. Ne diyeyim? Banana dedi. Bütün çıxışlarını xatırlayaq mı Faiq Bey? Yaz planetlilərin. Mən bəyaları həmkarlarıma da deyirəm ki, yeganə maskadır ki, nə oxuyub yadımda deyil, amma nə oqqalardan çıxıb yadımdadır. Yəni, obraz olaraq elə həkk olunub mənim yaddaşıma ki, mən 100 ildə keçsə, o Yad Planetli burada nə etdi, nə danışdı yadımdadır. Amma oxumaqları yadımda deyil və mən boğuluram. Bir neçə təxmin içində boğuluram. Bir tərəfdən beynim deyir ki, Natəvan Həbibi ola bilər.
Digər tərəfdən beynim söyləyir ki, bu Emilia Yaqubova ola bilər. Amma mənə ipucu olaraq bütün bu çıxışlar ərzində bizə nə görünürdü ağa? Bu insanın azad olması. Mən fikirləşirdim, kim həyatda bu qədər azaddır? Kim bu qədər sözün ən gözəl, ən ülvi mənasında bivec ola bilər ki, məni belə qəbul edeyim. Və Hüsniyə versiyasına inanmıram. Hətta Hüsniyə oradan çıxsa mən söyləyəcəm ki, mən inanmırdım. Səmra, bilmirəm, ümumiyyətlə indiki ifa zamanı mənə elə gəldi ki, bu peşəkar müğənni deyil, amma oxumağı çox gözəl bacaran insandır. Misal üçün bizim İlan maskasında olan iştirakçımız kimi. Bilmirəm vallahi, amma bir neçə versiya söylədim də. Faiq bəy, satmaq kimi çıxmasın. Siz ad deyəndə Murad belə deyirdi. Biləsiz. Murad, burada hoqqalardan çıxanda mən dərdən bir belə eləyirəm. Amma ki, özümünki də əzizimdir, ürəyimdir, hitmakerdir. Biraz tərifliyim, bir-iki də mahnı yazsın mənə. Əzizim, qurbandır sizə. Nigar Camal, sizi də eşitmək istəyərdi, fikirləriniz. Bu mahnıya qədər əmin idim ki, Səmradır. Həddindən artıq əmin idim ki, Səmradır. Amma bu ifadən sonra nədənsə mən düşünürəm Hüsniyədir. Dəqiq, 100%. Bəli, 100% F.A.siz, pardon. Mən buradayım və mən təsdiqləyirəm. Kamilə Babayeva, bəs siz nə düşünürsünüz? Mən axıra qədər sözümdə duracağam. Niyə? Ən azından əgər orada, o maskanın arxasında mənim dostum Hüsniyyətsə, qoy elə tez-tez onun şəkillərini göstərsinlər. Yadınızdadsa mən qırat üçündə edirdim Ranar Musayev. Bilirdim ki, Ranar deyil, amma istirdim şəklini göstərsinlər. Qoy göstərsinlər dostumun şəklində televizorda. Nə olacaq ki? Düzdürmürəm. Qoy indi də elə deyəcəm, Hüsniyə, 5 dəfə də çox deyəcəm. Qoy elə hər dəfə ekranda gəlsin, getsin Hüsniyyənin şəkli. Bəli. Bir saniye, çok üzr istəyirəm, amma vacib bir məqam var. Bu final günüdür, deyilməmiş qalmasın. Çünki bizimlə bütün bu həftələr boyunca bu nömrələri, bu nəğmələri canlandıran, ona həyat verən insanlar var. Anar Keterman və ansamblı. Humay Aslanova, bizim maskalarla çalışan, bütün sirləri bilib dostuna heç nə deməyən. Mən istərdim ki, bu insanlara auditoriyadan yaxşı bir alqış gəlsin. Davamı olaraq ən az dilə gələn, heç alqışlanmayan burada iki personaj var ki, qalan bütün personajın keşiyində durur. Bizim mühafizə xidmətimizi də alqışlayaq, o iki dənə igidi alqışlayaq. Ümumiyyətlə, bütün maska komandasına öz adımdan, həmkarlarım adından təşəkkürümü bildirirəm. Efir rejissoruna, səhnə rejissoruna, səs və işıq xidmətlərinə, vizual görüntüləri bizə təmin eləyən peşəkarlara, hər kəsə böyük təşəkkür və alqış. Minnətdarım. İTV! Dərin təşəkkürlər, detektivlər. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Yad planetli maskası arxasında kimdir?